bizim əqidə, əlhamdülillah, əsasları güclü olmalıdır. Yəni, əsas nədir? Quran, sünnə. Müxaliflərdə yox. Müxaliflərdə əqidə ola bilər yuxudur, əsası, əfsanədir, xəyallardır, fəlsəfədir. Amma bizdə yox. Bizdə Quran, əqidəmizin əsası Quran və sünnə. Aydın. Əqidə aydınlıq istəyir. Amma xəyal, yuxu, hamımız yuxu görə bilərik. Dünən, deməli, kanalların birində bu pirlər reklamı gedir, obyektlərin reklamları, ya da şadlıq evlərinizə, pirlərin də, obyektlərin də reklamları gedir. Yəni, biri orada danışır ki, belə, yəni, bir dənə pir göstərib, bu zonada, deməli, bu ayaq izi var. Yəni, sual çıxır ki, ortaya, hətta mən özüm də sual verdim ki, deyirlər, Əli bin Əbi Talib, radiyallahu anhunun, Ömər ibn Xattabın qaynatasının ayaq izidir. Və məlumdur ki, Əli bin Əbi Talib Azərbaycana gəlməyib. Heç İrandan keçməyə qoymadılar xavariclər, lənhumullah. Necə Əli bin Əbi Talib radiyallahu anhum bu zonada olub? Bu zonaya gəlib. Təbii ki, göstərir orada gör ki, kimsə 200 il bundan qabaq yuxuda görüb ki, belədir, gəlib görüb ki, iz var, qutardı. Belə fərz edirik ki, Əli bin Əbi Talibdir, biridir ki, və ya onun sahabələrindən biri. Yəni, qəribədir. Hətta o müxbir də buna, yəni, nəsə bir dənə göstərmək üçün, sən demə orada hələm Əli bin Əbi Talibin əbası da varmış, asılınmış. Göstərirlər, əbadır, biraz cırıqdır belə, biraz çişkilir bu tərəfdən belə. Gök köynədir. Əbası yadından çıxıb qalıb burada. Sonra müxbir dedi ki, ola bilər ki, bu kinonu göstərdilər, seyirli xalat, o Ayrabani Çandrika. Ola bilsin ki, Əli bin Əbi Talib bu zonaya hələ gəlib. Qaydanda da xalat yaddan çıxıb belə qayıdıb. Nağıl. Buna inanan var. Əqidəyə bax. Ona görə qardaşlar, nağıl inanmayın, cəfəngiyat. Əlhamdülillah, Allah subhanətə bizə ağıl verib. Ayrabani o yalandır, o nağıldır. Belə göstərir, özü də kinonu da göstərir, fırlandı, gəldi. Ona inanan var. Allahu Ekber. Bu nə əqidədir? Ona görə qardaşlar, əqidə yuxuya yox, mənə elə gəlir yox, fəlsəfə yox və s. Xəyallara yox, bağlanmamalıdır, əqidə bağlanmalıdır. Gəlməlidir Qurandan, bir də sünnədən, Peyğəmbər sallallahu aleyhi ve sellem yolundan. Din budur, İslam budur. Allah subhanətlə bizə işin faydalarından etsin. Allah Teala müsəlmanlara kömək olsun. Allah subhanətlə ölkəmizə üçün müsəlman ölkəni xətadan, bəladan qorusun. Allah subhanətlə bizi sabit eləsin dində. Aqul həzə və əstəğfirullah li və ləkum və lisəir müslimin min kulli zəmb əstəğfiruhu innəhu huvəl ğafurur rahim. قال فبعزتك لأغوينهم أجمعين إلا عبادك منهم المخلصين